Axı yoldaş Niyazov, siz özünüz de... Baş üstə. Ne olur? Dostun arzusuna çattı. Niyazov onun ekspedisiya getməsinə icazə verdi. Ne işe? Ekranda görünəndə hər kəsin diqqətini çəkən, səsindəki xüsusi tembrlə yadda qalan aktyor, Azərbaycan teatr və kino sənətinin korifeyi, xalq artisti Mövsün Sənani. Əsl soyadı Cəfərov olan Mövsün teatr aləminə Sənani imzası ilə daxil oldu. Bu ad ona sadəcə təxəllüs deyil, həm də böyük bir sənət yükü gətirdi. Hüseyn Cavidin Şeyx Sənan tamaşasındakı kör ərəb obrazı ilə hamını heyrətləndirən gənc aktyor sonralar Azərbaycan teatrının sütunlarından birinə çevrildi. O həm böyük teatr aktyoru idi, amma kino elə bir sənətdir ki, vizual sənətdir. Yəni onun kinoda yaratdıqlarını bu gün biz görə bilirik, amma teatr səhnəsində yaratdıqları artıq o tarixin yaddaşına köçübdür. Və kinematografiyanın vizual sənət növü olmağı biz onun obrazlarını bu gün yenidən baxıb, yenidən təhlil eləmək üçün, yenidən araşdırmaq üçün bizə bir köməklik göstərir. Və biz bu nöqteyi nəzərdən yanaşsaq görərik ki, Mövsün Sənani xarakterik rolların ən mahir ifaçılarından biri olubdur. Teymur bala, sən ustanı ələ salıb gürürdün. İndi gördün ki, dəmir-dümür də lazım oldu. Mən təslim usta. Teatrdan kinoya uzanan yolda Mövsün Sənani onlarla unudulmaz obraz yaratdı. O olmasın bu olsun filmində Qoçu Əskər, Kəndlilərdə Eldar, Kölgələr sürünürdə Cavadov, Dağlarda döyüş filmində Qəmbər. O mənfi xarakterləri belə sənətkar dühası ilə tamaşaçıya sevdirməyi bacarırdı. Əşmər xan deyirəm, bıraxın məni. Bıraxın məni. Vay belim, ay. Mövsüm dayı, sizsiz? Bəs xan hani? İndi bizim zamanədə xan hardı? Mövsün Sənani canlandırdığı personajları sadəcə oynamırdı. O kameranın qarşısında həmin personajın həyatını yaşayırdı. Məhz bu səmimiyyət ona dövlət mükafatları ilə yanaşı ən ali mükafatı, xalqın sonsuz sevgisini qazandırdı. Ən yadda qalan tamaşaçılar tərəfindən heç şübhəsiz ki, obraz Azərbaycan kinosunun klassiklərindən hesab olunan O olmasın, bu olsun filmində Qoçu obrazıdır və bu obraz yəni xarakterik obrazdır. Xarakterik obraz olmağı Mövsün Sənaninin aktyorluq potensialının açılmağında daha asan görsənir. Nəyə görə? Çünki əgər sən böyük aktyor olmalısan ki, bir epizodik bir roldur o və həmin o rol siz görün necə böyük damğa vurub. Yəni bir qoçu obrazı olmasın bu olsun filminin qəhrəmanlarından birinə çevrilibdir. Aşağı elimi attım, pişkovat çektim yukarı. Elmat dayan! Bir gördüm dalımca gelen götürüldü. Dedim bana dayan, dayanmadı. Dedim bana dayan, gene dayanmadı. Pat bir gülle. Bir gördüm şahit. Ömrünü sənətə fəda edən böyük sənətkar ömrünün sonuna qədər teatra və kinoya sadiq qaldı. Bugün Azərbaycan mədəniyyətinin qızıl fondunda qorunan hər bir filmdə onun izi, hər kadrda onun nəfəsi var. Mövsüm Sənani yaratdığı ölümsüz obrazlarla hər zaman bizimlədir. Böyüyüb, tərbiyə alıb, şərəfli həyat yolu keçib. Sarxan da bu dağların oğlu idi. Amma gördünüz özünə nə yol seçdi?